Hem gözəl xalqıma salam olsun. Deməli, hem gözəl xalqım, qeyrətli xalqım. Bizi istəməyən insanlar çoxdur. Bizim aramızda da, necədir, mən sizə bir şey deyim ki, qeyrətli və qeyrətsiz insanlar var. Qeyrətsiz insanların işi ancaq fitnə fəsad yaratmaqdır. Həm dövlətində, millətində, xalqında hamısı balı belədir. Yəni, həqiqətən də bütün dünyaya gedib, yaşadığımızı baxın, mənim xalqım kimi, dövlətim, millətim kimi dünyada insanlar yoxdur, vallah. Mən Azərbaycan evladıyam. Mən burada yaşayıram, mən nə deyirəmsə mən düz deyirəm. Mən həyat yaşayan insanım ki, kişi kimi yaşamışam. Bizdə o belə pis-pis işlər görən insanlar var. Siz ancaq istəyirsiniz ki, sizə ancaq söyüşlə böyüyən insanlar olsun. Çünki dədə yox, tərbiyə yox, verən yox. Ancaq sımasın. Ananız gecə gündüz barlardan, çöllərdən siz yığıb, həyat yaşadıb, o elənsini evlad olmuşsunuz. İndi də düşünürsünüz bizim canımıza, elə şeylər eləməyin. Mənim xalqım qeyrətli xalqdır. Mənim millətim qeyrətli bir xalqdır. Bax, bu da görün nətər olur. Allah Muhammed bax, bu aslanlıqdır. Bax, ölgəni belə şeylər işlik edir, nə kişilik. Mesela şəxsiyyətsiz eləməyin. Valla, mən sizə söyüş söymək istəyirsə qulaqlarınız gedir, söyüş söyürsün. Zəng edin mənim nömrəmə, məni dostlarım çoxdur, yanımda olanlar. Sizi ananızı, bacınızı gedir, söyürsünlər. Məndən uzaq gedin. Sağ olun.